Video kəsildi, yenidən çəkirəm. İdeallaşdırdığım büt. Yəni mənim ideallaşdırdığım insan ananı da, atanı da ideallaşdıranda o bütə çevrilir zaten. Tanrı da artıq sənin üçün. Hər hansı bir dini xadimi də ideallaşdıranda, hər hansı bir siyasi xadimi də ideallaşdıranda elə o sənin tanrın da artıq. O sənin yaratdığın, içində yaratdığın bütündür, büt. Bütlərə axı itaat etmək günahdır. Yəni sən əgər müdirini də ideallaşdırırsansa, elə o da sənin üçün bir bütdür. Yəni heç kim ideallaşdırmayacaqsan. Ona görə deyir, qəhrəmanın ölümü və yeni tanrının yaranması. Jung üçün yeni tanrı insan daxilində doğulan həyatın mənasıdır. Nəticə olaraq dostlar, Carl Jung Qırmızı kitabda bunu deyir. Deyir ki, qüsursuzluq tanrıların işidir, yaradanın işidir. Bütövlük isə insanın işidir. Biz qüsursuz ola bilmərik. Biz bütöv ola bilərik. Bütöv. Kimlənsə bütövləşə bilərik. Kainatla, təbiətlə, yaradanla. Nə deyirsiniz deyin, enerji ilə. Kimin inancı nədirsə o. Məsələ o deyil ki. Məsələ inanc məsələsi də deyil. Məsələ bütövləşməkdir. Nə kimi? İnsan kimi bütövləşmək. Özünü bütöv hiss eləmək. Və bütövü qəbul eləmək, bütövün bir parçası olduğunu qəbul eləməkdir. Və Jung davam edir. Məqsəd mükəmməllik deyil. Məqsəd bütöv olmaqdır. Yəni işığını da tanımaqdır. Kölgəni də qəbul etməkdir. Mənim pis tərəflərim var, mən paxıllıq eləyə bilərəm. Qorxunu da görməkdir. Cəsarəti də yaşamaqdır. Çünki insan yalnız qəbul etdiyi hisslərlə deyil, qəbul etmədiyi hisslərlə birlikdə tam olur, bütöv olur. Bütöv olmaq, qəbul etmədiyin hissləri də qəbul etməkdir. Paxıllığı, həsədi, kini, sən bunu qəbul etmədiyin müddətcə, o sənin kölgə tərəfində və sənə daha ağır gələcək. Ona görə yaxşı insan olmaq deyil də, bütöv olmaq, duyğunu anlamaq, duyğuda qalmaq, duyğunu qəbullanmaq daha vacibdir. Belə, inşallah ki, bu video sizin xoşunuza gəlmişdir. Mən oxuduğum və öz terapiyalarımda tətbiq elədiyim, seanslarımda tətbiq elədiyim, öz üzərimdə tətbiq elədiyim düşüncələrimi, fikirlərimi sizinlə paylaşdım. Mənə dəstək olmanızı xahiş edirəm. Videonu paylaşın, kanalıma abunə olun. Yeni açmışam bu kanalı və dəstəyə ehtiyacım var. Kömək istəyirəm mən də. Nə qədər dəstək olsanız kanalımın tanınmasında, paylaşmanızda sizə təşəkkür edirəm. Bir o qədər çox insana bu fikirləri, bu dəyərli cümlələri çatdırmış olarıq sizin vasitənizlə. Təşəkkür edirəm.